42 üçün 30 saniye başladım. 42-ci testdə one of-dan başlayır cümlə. Yəni mütləq burada bir cəm olmalıdır ki, onlardan birini götürə bilək. Where-dan sonra gərək isim gəlsin. Bizdə isə feil durur. Deməli, A deyil. Him təki bildirir. Cavab si olacaqdı, çünki bizdən bir nəfər. Your isimlə işlənməlidir, mi də təki bildirir. Yenə də uyğun deyil. Testimizin cavabı si oldu. 30 saniye 43 üçün başladı. 3-cü testdən biz görürük cümlədə the article, sonra da summer, yay, yəni isim. Biz elə bir quantifier qoymalıyıq ki, elə bir söz qoymalıyıq ki, bu hissəni, yəni the article-dən başlasın, summer ilə tamamlansın. Rest, every, all artikeldən sonra işlədilmir. Deməli, ya testimizin cavabı C-dir, ya da D-dir. Mostdan sonra əgər sifət gəlirsə, hə, onda artikel qoymaq olar. Bizdə də gəlmir. Summer isimdir. Deməli, C də deyil. Cavab D. Whole summer, yəni bütöv yay, yəni başlanğıcdan sonunadək nəzərdə tutulur. 44-cü test üçün 30 saniyə. 44. We can, if you agree, watch the sunset time when Jane and Marie are free too. Əgər sən razısansa, biz günəşin batmasını Jane və Marie boş olanda baxarıq. Yəni başqa vaxt. Başqa vaxt ifadə eləmək üçün bizə bir lazım olacaqdı. 45. 45-dən I've bought new shirt təki ifadə eləyir. Yeni köynək aldım. Təkdirsə artikli verərik. Ən verə bilmərik, çünki N hərfi samit səslə başlayır. Və which matches jacket I bought last week. Elə belə jaket yox. Məhz keçən həftə aldığım jaket. Daha dəqiq məlumat var. Deməli, ikinci hissədə mütləq və olmalıdır. Testimizin cavabı C. 46 üçün 30 saniyə getdi.
46'dan we have already filled in application forms isim var. But Marie is still trying to complete. Verilənlərin içində biz nə götürə bilərik? İsim ilə işlənən yerli əvəzləyib. Bizdən danışırıqsa our verərik bura. Çünki dalına da isim vermək lazımdır. Maridən söhbət gedir, yəni odan hələ tamamlamayıb. Yəni hers cavabımız olacaq D variant. 47. 47'də you can take of var və ən vacib to var. Əgər iki rəqəmindən söhbət gedərsə, biz all çıxardarıq. Çünki all 3 və daha böyük rəqəmlər üçün istifadə olunur. Sonra birinci hissədə of-la işlənilən hamısı işlənilir. Bəs ikinci hissədə nə var? Are var. Are nəyi bildirir? Cəmdir. Cəm də 2 üçün bothdur. Deməli, ikinci hissədə mütləq both duracaqdır. İkinci hissədə both duran variantımız C-dir. Qeyd edək ki, ayda da özündən sonra of gətirə bilir, lakin ayda ardan işlənməz. Yəni ayda veririksə təki ifadə edəcək. Yəni 2-dən biri mənasında olacaqdır. Nayda da 2-dən heç biri. 48. 48'də of var cümləmizdə. Every'dən sonra of qoymaq olmaz. Ona görə C-ni çıxartdıq. Qalanları üçün heç ehtiyac yoxdur varianta baxmaq. Çünki o wants-la işlənməz. Çünki namizədlərdən söhbət gedir. Namizədlər cəmi bildirir. Wants heç vaxt olmaz. Each wants-la amma işlənilə bilər. Each cümlənin əvvəlində gəlirsə feil təkdə veriləcəkdir. How burada bütövlüyü bildirir. Namizədliyin bütövlüyü olmayacaqdır ki, təbii ki, hamısı ola bilər, amma bütövlüyü deyil. Many ola bilər, işlənsin kandidatla, amma bu xəbər də təkdə verilə bilməz. Çünki çoxu mənasındadır. Bu variant ən uyğun cavabdır. 49. He had his car repaired. Belə bir cümlə verir və deyir ki, bu nəyin nümunəsidir? İndiki bitmiş zaman üçün düstur belədir, have, üstə gələk fiilin 3-cü forması. Deməli, burada elə bir düstur görmürük. Had təkcə gəlibdir, have yoxdur. Passive məchulun düsturu to be fiili, üstəgələk fiilin 3-cü forması. To be fiili indiki zaman olsa əmiz A, keçmiş olsa was were, gələcək olsa will be, shall be, heç birini görmürük. Deməli, bu da deyil. Cavab C olacaqdır. İcbar növdür. Have, üstəgələk cansız, üstəgələk idi. 50-ci test.
50-ci testdə fenomenon sözü verir və deyir onun cəm forması nədir? Cəm forması bir variantda göstərilib. Bu Yunan mənşəli bir sözdür. Sözün son hərfləri dəyişir. Gördüyümüz kimi ey hərfi alır. Belə, mən indi recordingi dayandırım.